Salam, bugün yeni ədəbiyyat təstoblusundan Nəzət bəy Vəzirovun Müsibət Fəxrəddin əsərini izah edəcəyik. Birinci sualdan başlayaq. Atalar sözlərindən biri həm də Vəzirovun əsərinin adıdır. Əvvəlki daldan atılan daş toprağa dəyər. Hansı fikir nöqtələrin yerinə uyğun deyil? Nəzət bəy Vəzirovun Müsibət Fəxrəddin əsərində Rüstəm bəyin ilk monoloqu onun xarakteri haqqında aydın təsəvvür yaradır. Doğrudur. Sadiq xanımın yenilik tərəfdarı kimi yadda qalır. Doğrudur. Hadisələr bir ailə çərçivəsində cəryan edir. Bu yanlışdır. Bir ailə çərçivəsində yox, iki ailə çərçivəsində cəryan edir. Maarifçi ideyalar təbliğ olunur. Doğrudur. Süjet yenilikləri könəlliyi mübarizəsi üzərinə qurulmuşdur. Doğrudur. Üçüncü sual. Nəzət bəy Vəzirovun Müsibət Fəxrəddin əsərindəki Rüstəm bəy obrazı ilə bağlı doğru fikri müəyyən edin. Nökərlərinə münasibətdə qəddarlıq ilə seçilir. Xeyr, qəddarlıq yox. Nökərlərinə qarşı yumşaq təbiətli bir insan idi. Səadət xanım təhsil almaq istəyənə qarşı xeyr, Səadət xanım oxutmuşdu. Bu da onu elə bil ziddiyyətli obraz olmasını göstərir. Bu hətta Dəli Kür əsərində Candarova obrazı ilə də ortaq fikirdir. Öz xudbinliyi, mənəvlik hissini övladlarına qurban verir. Bəli, öz xudbinliyinə görə, mənəvlik hissinə görə 2 dənə övladı ölmüşdü. Ona görə cavab C variantıdır. Yurd yuvası dağılır, həyatını tənhalıq içində başa vurur. Xeyr, bu yanlışdır. Basqın planını Fəxrəddinə xəbər verdiyi üçün Mahmud bəydən üz döndərir. Bu da yanlışdır. Belə bir şey olmur. Deməli, Nəzət bəy Vəzirovun Müsibət Fəxrəddin əsərində Səadət obrazına aid olmayan fikri müəyyən edin. Dramaturqamızın ilk maarifçi qadın sürətdir. Doğrudur. Fəxrəddinlə həmfikirdir. Doğrudur. Nəcib arzularla yaşayır. Doğrudur. Atasının əməllərini bəyənməsə də hiddətindən boğur və atasının övmü mövqeyini bildirmir. Yanlışdır, bildirir. Atasına qarşı çıxır. Fəxrəddin fəaliyyətini yüksək dəyərləndirir. Doğrudur. Cavab D variantı. Nəzət bəy Vəzirovun Müsibət Fəxrəddin əsərində Fəxrəddin obrazına aid olmayan fikri müəyyən edin. Cəhalət hökm sürdüyü mühitdə tək olduğunu anlayır. Doğrudur. Öz xərci ilə xəstəxana və məktəb açır. Doğrudur. Maarifpərvər humanist gəncdir. Doğrudur. Vaxt itirmədən əməlli fəaliyyətə başlayır. Doğrudur. Təhsil almaq arzusu ilə yaşayır. Yanlışdır. Onsa bu təhsil alıb gəlmişdi. Ona görə cavab E variantıdır. Müsibət Fəxrəddin əsərində əsasən düzgün fikri müəyyən edin. Rüstəm bəy axıra qədər əməllərini insanlara gətirdiyi faciələrin fərqinə varmır. Bu yanlışdır, çünki axırda Mahmud öləndə fərqinə varır. Oğlunun qatilini öldürsə də ürəyi soyumayıb, düzdür. Oğlunun qatili Fəxrəddinin atası idi, onu öldürmüşdü, amma ürəyi soyumamışdı. Cavab B variantıdır. Bir güllə bahar olmaz fikrini tez-tez təkrarlayır. Bu yanlışdır, bu Fəxrəddinə aiddir. Nökərlər Məhərrəm və Hacı Muradı övladı kimi sevir. Nökərləri Məhərrəm və Hacı Murad deyildi. Cahangir bəyin yurd yuvası dağılması ilə fəxr edir. Xeyr, belə bir şey yoxdur. Müsibət Fəxrəddin əsərində düzgün fikri müəyyən edin. Mələk xanım düşmən qızı olduğu üçün gəlinini evdə saxlamaq istəmir. Bu yanlışdır, belə bir fikir yoxdur. Mahmud bəydən qan tökülməsinin qarşısını almağı xahiş edir. Xeyr, deyir ki, hətta qan tökün. Hacı Muradı Əhmədi öldürmək üçün yollayır. Xeyr, özü gedir. Oğlu Şahmar bəyin intiqam alacağına 5 il gözləmişdir. Bu da yanlışdır. Əsərin sonunda oğlunun ölümündən hədsiz dərəcədə sarsılır. Bəli, bu Mələk xanımın Rüstəm bəy üçün ortaq cəhət də ola bilər. Nəzət bəy Vəzirovun Müsibət Fəxrəddin əsərində Rüstəm bəy və Mələk xanım obrazlarına ortaq cəhətləri aid edilə bilməz. İntiqam hissi ilə alıb yaşayır. Bəli, bu ortaq fikirdir. İkisinə də bir atırıq. Yeganə oğlunun qan intiqamına təhrik edir. Fəxrəddin Mələk xanımın yeganə oğlu deyildi. Ona görə 2-ni götürürük. Qan davasında itirdiyi əzizinin acısı onu yandırıb yaxır. Bəli, bu ortaq fikirdir. Çünki Mələk xanımın həyat yoldaşı Rüstəm bəyindəki oğlu bu qan davasında itirilmişdi. Ona görə 3 deyil. Nökərləri doğma övladı kimi dəyər verir. Bu yanlışdır. Mələk xanıma aid bir xüsusiyyət deyil. Rüstəm bəyə aiddir. Düşmən qızı olduğu üçün gəlinini evində saxlamaq istəmir. Bu da Rüstəm bəyə aiddir. Mələk xanıma aid deyil. Ona görə cavab 2, 4, 5 A variantı. Vəzirov Müsibət Fəxrəddin əsərinin əsas qəhrəman haqqında səhv fikir müəyyən edir. Son vəsiyyətini Səadət xanıma söyləyir. Doğrudur. Hamı ilə mədəni və səmimi münasibətdədir. Doğrudur. Sevgisinə sədaqətlidir. Doğrudur. Nadan və cəhətlərlə qarşıdır. Doğrudur. Mahmud bəydən qan tökülməsinin qarşısını almağı xahiş edir. Bu yanlışdır. Bu Səadət xanıma aid xüsusiyyətdir. E variantıdır. Vəzirovun Müsibət Fəxrəddin əsərində Fəxrəddin obrazı ilə bağlı düzgün fikri müəyyən edin.
Yaralı olmasına baxmayaraq Sədid xanıma təsəlli verir. Bu doğrudur. Qardaş Şamur bəyə təzə bağda dəfn edilməsini vəsiyyət edir. Yanlışdır. Sədid xanımı götürüb Almaniyaya qayıtmaq fikirləri yanlışdır. Əsərin sonunda Cahangir bəy tərəfindən öldürülür. Xeyr, Cahangir bəy tərəfindən öldürülmür. Mahmud bəydən qan tökülməsinin qarşısını almağa xahiş edir. Bu Sədidə aid xüsusiyyətdir. Cavab A variantı. Vəzirov Müsibət Fəxrəddin əsərində Sədid xanım obrazı ilə bağlı düzgün fikri müəyyənləşdirin. Qardaşı Mahmuddan qan tökülməsinin qarşısını almağa xahiş edir. Bu doğrudur. Təhsil qardaşı Rəşidin faciəsini xatırlayıb ağlayır. Xeyr, belə bir şey yoxdur. Atasından çəkindiyi üçün onun öz etirazını bildirmir. Xeyr, bildirir. Atasına qarşı çıxır. Atasını Fəxrəddinin evinə od vurmaq istəyini təsadüfən eşidir. Təsadüfən eşitmir, yəni Fəxrəddinin bacısı buna deyir bu söhbəti. Fəxrəddin öldürüləndə məni də öldürün, məni də sağ buraxmayın deyir. Xeyr, belə bir söz ifadə işlətmir. Vəzirov Müsibət Fəxrəddin faciəsi Rüstəm bəy obrazı haqqında hansı fikirlər səhvdir? Övladlarına dəyər verən atadır, doğrudur. İradəli və qorxmazdır, doğrudur. Nökərlərinə qarşı münasibətdə Sədid xeyir olaraq oğlu kimi görür. Heç nədən sarsılmır, xeyir Mahmudun ölümündən sarsılır. Təhsilə və maarifə qarşıdır, yanlışdır. Üçüncü qızı Sədiddə oxutmuş. Cavab oldu 3, 4, 5. Müsibət Fəxrəddin faciəsi əsasında klaster tamamlayan fikirlər. Fəxrəddin maarifsizliyə, nadanlığa qarşı çıxır. Deməli, doğru fikirləri bizdən istəyir. Günahı geridə qalmış, könəlmiş əxlaq və davranış normalarında yaşayan cəmiyyətdə görür. Düzdür. Böyük arzular həyatına sərt müqavimət ilə qarşılaşanda etiraf edir ki, bir güllə bahar olmaz. Bəli, bu fikir Fəxrəddinə aiddir. Arzularını heç birini həyata keçirməyə imkan tapmır. Xeyr, məktəbə açdırır, xəstəxana açdırır. Sədid xanımla evlənmək üçün anası Mələk xanımı razı salır. Xeyr, yəni buna vaxt heç yox idi. Cavab oldu 1, 2. Vəzirov Müsibət Fəxrəddin faciəsinə əsasən klaster tamamlayan fikirlər. Rüstəm bəy, deməli güclü xarakterə malik ziddiyətli obrazdır. Bu doğru fikirdir. Deməli biz doğru fikirləri tapacağıq. Vaxtı ikən qanunları vəhşi adət-ənənələri dəyişdirilməsinin zərurluğu barədə düşünür. Xeyr, bu düşünmür. Dövlət adət-ənənələrlə yaşayır. Onun xudbinliyi və mənəvi isə ailəsinin faciəsi səbəb olur. Bəli, 2 oğlunu itirdi. Nökərləri doğma babalarını fərqləndirməyən mülkədar kimi təqdim olunur. Bəli, öz nökərlərini oğlu kimi sevirdi. Axıra qədər öz əməlləri insanların gətirdiyi faciənin fərqinə varmır. Xeyr, Mahmudun ölümündə varacaq. Cavab oldu 2, 3. Vəzirov Müsibət Fəxrəddin faciəsi ilə bağlı doğru fikirlər müəyyən edin. Fəxrəddinin ölümündən sonra Sədid xanım özünə qəsd etmək istəyir. Xeyr, onun artıq Sədid xanım Fəxrəddinin ölümündən sonra onun əməllərini yaşadacaqdı. Bu fikirdəydi və buna görə də özünü öldürməyəcək, öldürmə fikrindən də düşməyəcək. Gülbər atası evinə qədər qardaşının Rüstəm bəyin planları barədə xəbərdar edir. Xeyr, Hürün nənəni göndərirlər. Rüstəm bəyin nökəri onun hücum planlarını dəstəkləyir. Əlbəttə ki, onun hücum planları dəstəkləyir nökəri. Cahangir bəy Sədid xanımı çox sevir və onun Fəxrəddinə görə üzülməyini istəmir. Bəli, bu da doğrudur. Fərhad Fəxrəddin bəyin öldürülməsinə mane olur. Buna mane olan Məhərrəmdir, Fərhad deyil. Cavab olur 3, 4. Rüstəm bəy və Mələk xanım obrazları üçün ortaq fikirlənməyən intiqam hissi ilə yaşayır. Bəli, hər ikisi intiqam hissi ilə yaşayır. Cəlaləddin hökm sürdüyü mühitin tipik nümayəndəsidir. Bəli, ikisi də bu tipik nümayəndəsi. Fəxrəddin maarifçi arzularına qarşı çıxır. Xeyr, heç bir qarşı çıxmır. Sonunda öz məğlubiyyətinin labüdlüyünü etiraf edir. Xeyr, bu Mələk xanıma aid xüsusiyyət deyil, səhv eləmirəmsə. Fəxrəddin arzularının həqiqətə çevrilməsinə təəssüf edir. Bu da yanlışdır. Cavab oldu 1, 2. Vəzirov Müsibət Fəxrəddin əsərində Rüstəm bəy obrazı ilə bağlı fikirlər cədvələ uyğunluğu müəyyən edin. Deməli, doğru və yanlış fikirlər. Baxaq, 1. Mənəvi məğlubiyyətin əsərin sonuna can dərk etmir. Rüstəm bəyə aid xüsusiyyətlər tapmalıyıq. Bu yanlışdır, çünki dərk edəcək. Oğlu Mahmud ölür. Onu saymayan bir çox adamları yurduna viran qoymuşdur. Hansı ki, Fəxrəddinin ailəsinə daxil olanları. Ona görə 2-ni götürür, 2 doğrudur. Gəlini Gülbaharı atası evinə qovmaq istəyir. Bəli, deyir ki, mən düşmən qızını evimdə saxlaya bilmərəm. Mahmuda görə onu gətirmişdi. 2, 3. Yanlış fikirlərə baxalım. Nökərləri ilə ata kimi davranır. Bu doğrudur. Bunu yanlış fikrə yazdıqları üçün bu 4-ü götürmürük. Fəxrəddinin maarifçi ideyalarına qarşı çıxır. Bu qarşı çıxmır. Bu yanlışdır, yanlış yazıblar deyə 5-i götürürük. Övladlarını dərin məhəbbət əsasından atadır. Bəli, bu doğrudur. Yanlış yazıblar deyə götürmürük. Cavab oldu 2, 3, 5. Vəzirovun Müsibət Fəxrəddin faciəsində Rüstəm bəy haqqında doğru fikirləri müəyyən edin. Təhsilin əhəmiyyətini anlayır Rüstəm bəy, anlamır. Bu deməli yanlışdır, çünki qızını oxutmuşdu. Mənfi müsbət cəhətləri ilə birlikdə ziddiyyətli obrazdır. Qızını oxutması müsbət, amma ki
elə bir intiqam hissi ilə yaşaması, yəni intiqamını almış olsa da intiqam hissi ilə yaşayır olması onu mənfi cəhətdir və bu ziddiyyətlidir. Ona görə 2-ni götürürük. 2 doğrudur. Onun namus haqqında fikirləri yanlışdır. Əlbəttə ki, yanlışdır. Çünki o doğru düşünmürdü dediyimə görə. Yəni elə bir qan onlar tökmüşdüsə, evi 4 qan, 5 qan bu Rüstəm bəy tökmüşdü. Mühafizəkar və qəddar insandır. Bu doğrudur. Həm mühafizəkar, həm də qəddardır. Finalda məğlubiyyətini dərk edərək qan intiqamını davam etdirməməyi tapşırır. Xeyr, belə bir şey məlumat yoxdur. Cavab oldu 2, 3, 4. 19. Vəzirovun Müsibət Fəxrəddin əsərindəki obrazlarla bağlı yanlış fikri müəyyən. Rüstəm bəyin həyata baxış xarakter cəhətləri ilk monoloqunda üzə çıxır. Bu doğrudur. Səadət xanım dramaturqiyamızın ilk müsbət qadın obrazıdır. Bu yanlışdır. İlk maarifçi qadın obrazıdır. 2-ni götürürük. Fəxrəddin xalqın maariflənməsi ilə bağlı böyük arzularla vətəninə dönür. Doğrudur. Şammar bəyin cəhalətin hakim olduğu mühitin tipik nümayəndəsidir. Deməli, bu yanlışdır. Bu doğrudur. Çünki tipik nümayəndəsində intiqam almaq istəyirdi. Məliş xanım intiqamçı xarakterə görə Rüstəm bəydən tamamilə fərqlənir. Xeyr, Rüstəm də intiqam almaq üçün od tutub yanırdı. Cavab oldu 2, 5. Müsibət Fəxrəddin əsərində obrazlara bağlı düzgün fikirləri müəyyən edin. Düzgün istəyir bizdən. Rüstəm bəy neçə insanın yurdunun dağıdılması, ölümə səbəb olmasında gürurla söz açır. Bəli, bu monoloqunda var. 1-i götürürük. Fəxrəddin bəy dramaturq ilk maarifçi obraz kimi səciyyələndirir. Bu yanlışdır. Məliş xanım intiqam hissi ilə yaşasa da Fəxrəddin Səadət xanımla ailə qurması arzusunu dəstəkləyir. Xeyr, yəni düşmən qızı niyə dəstəkləsin? Cahangir bəy sevdiyi Səadət xanımı qovuşmaqda Fəxrəddinə ciddi maneə hesab edir. Bəli, bu doğrudur. Ciddi maneə hesab eləyirdi Fəxrəddin. Çünki Səadət Fəxrəddini istəyirdi. Yəni, bunlar ikisi bir-birini istəyirdilər. Mahmud bəy atasının qardaşının intiqamını alacağına söz verir. Xeyr, Mahmud intiqam almaq istəmirdi. 1, 4. Vəzirov Müsibəti Fəxrəddin əsərində Rüstəm bəy obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Oğlunun məhəbbətini hörmətlə yanaşmışdır. Bəli, hörmətlə yanaşıb ki, bu elə bir düşmən qızını evinə gəlin gətirib. Övladların ölümündən zəmanəni günahkar sayır. Xeyr. Səadətə qovuşmaq üçün Fəxrəddini öldürdürür. Səadətə qovuşmaması üçün Fəxrəddini öldürdür. Xeyr, intiqam hissi idi, bunu da deyirik. Qız Səadətin təhsil ziyalı kimi yetişməsinə imkan yaratmışdır. Doğrudur. Oxutdurub. Cahangir bəylə Səadət xanımla ailə qurmasına razı olur. Xeyr, belə bir şey söhbət yoxdur. Özünün könəlliyin faciəsini yaşadır. Bəli, bu da doğrudur. Cavab oldu 1, 4, 6. Yaxşı. Vəzirovun Müsibət Fəxrəddin əsəri ilə bağlı səhv fikirlər müəyyən edin. Fəxrəddin dramaturqiyamızın ilk maarifçi obrazıdır. İlk maarifçi obrazı deyil. Bu yanlışdır. Biz də elə yanlış fikirlər götürməliyik burada. Ailəsinin Səadətlə bağlı daşıdığı danışığına son qoyulmasını istəyir. Bu doğrudur. Atasının intiqamı ilə bağlı qardaş Şammalı həmfikir deyil. 2-ni götürürük. Hadisənin gərgin anında əlinə tüfəng almaq məcburiyyətində qalır. Bəli, məcbur olur. Zülmət səltənətində parlayan bir nur kimi yadda qalır. Bu da doğrudur. Düşmən evində gəlin olduğu üçün bacısı Gülbaharı qınayır. Xeyr, yəni bu sevirdi də. Niyə qınasın bacısını? Cavab oldu 2, 5. Səhv fikirlər götürürdük. Vəzirov Müsibət Fəxrəddin faciəsi ilə bağlı cədvəldəki doğru fikirləri müəyyən edin. Deməli, aşağı təbəqədən olan insanlara xoş münasibəti, Rüstəm bəyin ətrafındakı insanlara münasibəti, bir də ətrafdakilər Rüstəm bəyə münasibəti. Aşağı təbəqədən olan insanlara xoş münasibət göstərir, nökərlərinə 1-i götürürük. Oğlunun məhəbbətinə dəyər versə də onun intiqam planının qarşısını ala bilmir. Mahmudun məhəbbətinə dəyər verir, elə bir qızın gətirir, düşmən qızın gətirir gəlin. 2. Amma intiqam almasını istəyir. Övladının təhsil verdiyinə peşmandır. Xeyr, peşman deyil. Ətrafdakilərin Rüstəm bəy münasibəti ailəsini faciə sürüklədiyi üçün Səadət onu məzəmmət edir. Bəli, 4. Nökərlər ona sadiqli yolunda ölmə belə getməyə hazırdılar. Bəli, bu doğrudur. Məliş xanımın bir valideyn kimi Rüstəm bəyin dərdini anlayır. Xeyr, anlamır. Heç kim burada heç biri anlamırlar. 1, 2, 4, 5 olur cavab.
Fəxrəddin ətrafdakı insanlara münasibəti, ətrafdakıların Fəxrəddinə münasibəti. Rüstəm bəyin faciəsini dərk edərək onu anlamağa çalışır. Xeyr, doğrudur bu. Onu anlamağa çalışır, çünki yəni övladlarını itirmişdi. Anası intiqam almaq çağırışına etiraz edir. Bəli, etiraz edir. İntiqam almaq istəmir. Qan davasına son qoymaq üçün Rüstəm bəy ilə görüşür. Xeyr, görüşmür, görüşmək istəyirdi. Amma bunlar ona evin hücum çəkəcəkdilər. Atasının qisasını almaq əvəzinə Rüstəm bəyə haqq qazandırdığına görə anası və qardaşı ondan incik düşür. Bəli, bu doğrudur. Məhərrəm gənc Fəxrəddindən qıya bilmir. Bəli, Məhərrəm mərhəmətli obraz idi. Anası onu qorxaq və cəsarətsiz olmaqla günahlandırır. Xeyr, bu da yanlış. Cavab oldu 1, 2, 4, 5. Vəzirov Müsibət Fəxrəddin əsərində obrazlarla bağlı uyğun olmayan fikri müəyyən edir. Fəxrəddin bəyin qatilini öldürür. Hacı Murad. Bu doğrudur. Fəxrəddin hücumun planı işdən atasının öz etirazını bildirir. Səadət xanım, xeyr, bunu Fəxrəddin bacısı Gülbahardan eşitmişdi. Yəni kim götürürük. Fəxrəddin bəy ölüm ayağında olarkən onun sevgilisini çağıtdırır. Şahmar bəy, bu doğrudur. Rüstəm bəy planının qarşısını almaq üçün Hürü nənə Fəxrəddin gilə göndərir. Gülbahar xanım, xeyr, Səadət göndərir. Yanlışdır. Fəxrəddin bəyi bağçada qətlə yetirir. Vəli, bu da yanlışdır. Əhməd. Cavab oldu 2, 4, 5. Mahmud bəy, demək Səadət xanım və Gülbahar. Mahmud bəyin ölümündə Rüstəm bəyi günahkar bilir. Səadət. Rüstəm bəy Fəxrəddinin evinə od vuracağı barədə söhbətinə şahid olur Gülbahar. Rüstəm bəyin planı ilə bağlı Fəxrəddin gilə adam göndərir Səadə Hürü nənəni. Düşmən evində yaşamalı olur Gülbahar. Rüstəm bəyin dərdini anlayır, ona qarşı edilən haqsızlığı hesab edir. Bu heç birine aid deyil. Rüstəm bəy əməli nitqi xarakteri qəddardır. Bu onun deməli xarakteridir. Qızı Səadət xanımı oxutmaq təhsili ziyalı kimi yetişməsinə imkan yaratmışdır. Bu onun əməlidir. Özünü hər zaman haqlı hesab edir. Etdiklərinə peşmanlıq hissi keçirir. Mahmudun ölümündən sonra keçirdir. Səhvdir. Fəxrəddin bəy Heydər bəy oğlu deyirlər, gəlibdir. Onu görəniniz varmı? Ölənəcən mənlə əlləşən atası Heydər bəyə bənzəyirmi? Bu onun nitqidir. Mal dövlət tarac oldu, getdi. Özüm də düşmüşəm bugünə. Xudaya, mən nə günah eləmişəm ki, sən məni bu hala saldın. Bu da doğrudur. Səhv eləmirəmsə bu Mərc xanıma aiddir. Bu nitq. Deməli, nahaq qan tökülməsinə və zülm edilməsinə razılıq vermir Mahmud bəy. Köhnəliyin faciəsini özündə yaşadır Rüstəm bəy. Ətrafında baş verən adam və qeyri-insan münasibətlərlə barışmalı olur. Heç birine aid deyil. Öz ailə üzvləri münasibətdə mühafizəkardır. Bu aiddir Rüstəm bəyə. İşıqlı ideyaların həyata keçirməsi ümidi ilə yaşayır. Bu da ki, Səadət xanım. Şahmar bəy Fəxrəddin qardaşını vuran adamı cəhənnəmə vasil etdiyini bildirir. Bu heç birine aid deyil. Hürü nənədən Səadət dayısı ilə çağırmağa xahiş edir. Bu aiddir Şahmar bəyə. Yenilik arzusu onu bir anda tərk etmir. Bu aiddir Fəxrəddinə. Düşdüyü ümidin qurbanına çevrilir. Bu da Fəxrəddinə aiddir ki, ölür. İntiqam hissi ilə yaşayır Şahmar bəy. Fəxrəddinin əməli xarakteri nitqi. Deməli, təsərrüfatını yenidən qurur. Bu onun əməli idi. Əhvalatdan xəbərdaram, ancaq qorxmaq lazım deyil. Mən ölməmişəm ki, qoca təzə müsibət gətirə bilsin bizim başımıza. Bu deməli, sözlər aiddir Mahmud bəyə. Öz hesabına məktəb və xəstəxana açır. Bu da onun əməlidir. Humanistdir. Bu onun xarakteridir. Xudaya. Gör biz müsəlmanlar necə bədbəxt və nəşi nadan tayfaq ki, bir nahaq bir məna işdən ötürü bu mərtəbədə müsibətlər düşmənliyi bahəm eləmişik. Bu da aiddir onun nitqinə. Sağ olun.